Salam, hörmətli izləyicilər. Bu dəfəki qonağımız politoloq Nəsimi Məmmədlidir. Nəsimi bəy, xoş gördük. Xoş gördük, Səxavət bəy. Mən də sizi və bizim izləyicilərimizi salamlayıram. Təşəkkür edirəm, minnətdaram. Nəsimi bəy, dünyada çox maraqlı proseslər gedir. Yəni, artıq qlobusa biz baxdıqda bir Antarktidada, bir də Cənubi Amerikada, yəni biz münaqişə ocaqlarının alovlanmadığının şahidi oluruq. Yerdə qalan bütün istiqamətlərdə, bütün münaqişə ocaqları demək olar ki, ya alovlanıb, ya alovlanmaq üzrədir və həmişə dünya tərəfindən də, ümumiyyətlə bir çox məsələn, beyin mərkəzləri tərəfindən də daim göstərilən münaqişələrdən biri də bu Hindistan-Pakistan münaqişəsi idi ki, onlar həmişə ümumiyyətlə alovlanma ehtimalı var idi və son günlər biz açıq bunun şahidi oluruq. Bu Hindistan-Pakistan münaqişəsi ilə bağlı sizin fikrinizi alacağam, amma həm də bu yöndən fikrinizi almaq istəyirəm ki, məsələn, adi bir hansısa əvvəllər vaxt var idi, məsələn, ən xırda bir münaqişə ocaqları belə, laf götürək elə Ermənistan, Azərbaycan, yəni müharibədən öncəki dönəmdə atəşkəsin sayı, pozulma sayı artanda az qala BMT-dən də bir tərəfləri sülhə çağırırdılar və yaxud da ki, atəşkəsə çağırırdılar. Amma Hindistan-Pakistan məsələsi iki nüvə dövlətidir, amma demək olar ki, dünyada heç bir güc bu iki dövləti masa arxasına dəvət etmir və yaxud da ki, ümumiyyətlə, prosesi yatışdırmağa çalışmır. Ümumiyyətlə, bu beynəlxalq təşkilatların vəziyyəti, nüfuzu ilə bağlı bir fikrinizi, həm də Hindistan-Pakistan münaqişəsinin inkişafı ilə bağlı fikirlərinizi almaq istəyirəm. İlk növbədə onu qeyd edim ki, beynəlxalq təşkilatlar doğrudan da böhran keçirir. Düzdür, bu məsələ ilə bağlı belə kiçik açıqlamalar oldu, müəyyən çağırışlar var, amma bu artıq elə bir məsələdir ki, tamamilə doğru qeyd elədiniz. İki böyük nüvə dövlətidir və ümumi ikisinin bir yerdə əhalisinin sayı təqribən 1,7 milyard əhalidən söhbət gedir. 1 milyard 700 milyondan çox əhalidən söhbət gedir ki, burada mütləq BMT-nin Təhlükəsizlik Şurasının toplanması və məsələ ilə bağlı mövqe bildirməsi çox normal olardı. Gözlənilən bu idi əslində. Amma təəssüf ki, bu barədə hələ heç bir tərpəniş yoxdur. Bu da onunla bağlıdır ki, əslində BMT-nin 5 daimi üzvü olan bu struktur faktiki işləmir. Faktiki bu artıq öz funksionallığını itiribdir. İndi necə təsəvvür etmək olar ki, məsələn, Avropadan Fransa, Britaniya gəlib Rusiya ilə eyni masa arxasında oturub hansısa sülh məsələsini müzakirə edəcək. İndi belə götürək ki, məsələn, Amerika gələ bilər, haradasa Çin, bəlkə bu çətinliyi yoxdur, gələ bilər, amma belə götürsək, Avropa ilə Rusiya müharibədədir hazırda. Bunlar oturub başqa bir ərazidə sülh haqqında necə danışa bilər? Yəni, bugün o 5 daimi üzvün biri faktiki təcavüzkar rolundadır və dünya da bunu seyr edir. Bunu durdurmaq hələ ki, heç kəsə müəssər olmuyor. Bu baxımdan Birləşmiş Millətlər Təşkilatı, ümumiyyətlə beynəlxalq hüquq, beynəlxalq münasibətlər böhran keçirir. Xatırlayırsınızsa, biz sizlə belə canlı görüşlərdə də hətta bunu dəfələrlə müzakirə etmişdik ki, beynəlxalq münasibətlərdə yaranmış böhran müharibəyə səbəb olur. Bu müharibələr qaçılmaz bir gerçəklikdir. Xüsusilə də nəzərə almaq lazımdır ki, indi dünyada kimin imkanı çatırsa silahlanır. Dünyada bugün elə dövlət yoxdur ki, silahlanmasın. Silahlanma təbii ki, kənd təsərrüfatında istifadə eləmək üçün deyil. Bu mütləq müharibə üçün istifadə olunacaq. Müharibə də necə? Yəni, harada münaqişə ocaqları varsa, ilk növbədə orada başlayacaqdır. Əslində götürüb biz Birinci Dünya müharibəsindən sonraki dönəmi, həm o ərəfəni, həm sonraki, belə desək, eyni zamanda İkinci Dünya müharibəsi ərəfəsi və sonrasını, soyuq müharibə dönəmini, SSR dağıldıqdan sonraki yaranmış vəziyyəti, bunların hamısını təhlil edərkən görürsən ki, ən böyük müharibələr belə problemləri həll etməyib. Bir yerdə belə görünübdür ki, hansısa bir problem müəyyən qədər həll edilmiş kimi görünüb. Amma təməl qalıb, ocaq qalıb.
və o dövlətlər də bəzən onu ədalətsizlik kimi, özlərinin maraqlarının tapdanması kimi belə bu formada ifadə edərək müharibəyə başlayıblar. Üzr istəyirəm, Məsələn, Nəsib bəy, bir fikir deyəcəm burada, elə fikrinizi qüvvətləndirmək üçün. Məsələn, mən xarici mətbuatı çox oxuyuram. Belə bir fikir daha çox formalaşır, elə sizin dediyinizə qüvvət olaraq. Deyirlər ki, indi baş verən proseslər Birinci Dünya müharibəsinin davamıdır. Hətta ikincini də qoyublar kənara. Hələ birincinin davamıdır deyirlər hətta. Çox yaxşı, maraqlı fikirdir əslində. Doğrudan da indi bax bu Hindistan-Pakistan arasındakı münaqişə ilə bağlı əgər nəzər salsaq, bu Hindistan özü uzun müddət, yəni Pakistanla birlikdə, o zaman hələ Hindistan, Pakistan ikisi bir yerdə olan dönəmdə bu Britaniyanın müstəmləkəsində olub. Təxminən 185 il Hindistan Britaniyanın müstəmləkəsi olubdur. 1756-1763-cü illərdə fransızlarla olan müharibə nəticəsində İngilislər Hindistanı öz əlinə götürüblər və ondan sonra demək olar ki, Hindistan tamamən Britaniyanın idarəçiliyində olubdur. Hətta Birinci Dünya müharibəsində biz tarixdən oxuyuruq ki, Birinci Dünya müharibəsində bilirsiniz də o Üçlər İttifaqı və Atlanta İttifaqının müharibəsində, yəni ilk özək onlar idi. Britaniya, Rusiya bunlar bir cəbhədə vuruşurdular, Fransa. Onların qarşı tərəfində Almaniya, Avstriya, Macaristan, İtaliya, düzdür, sonradan İtaliya çıxmışdı o oyundan, amma Osmanlı da bu müharibəyə qoşulmuşdu. Və Osmanlı Almaniya tərəfdən müharibəyə qoşulandan sonra 1914-cü ildə həm Ruslar, həm Fransızlar, həm də Britaniya Osmanlıya müharibə elan elədi. O vaxtı deməli Osmanlının Qafqaz cəbhəsində Rusiya ilə müharibə aparırdı. Suriyada o ərazilər hamısı Osmanlı idi də, xatırlayırıq biz. Suriyada fransızlarla müharibə aparırdı. Fələstində isə Britaniya məhz Hindistandan gətirdiyi ordu ilə döyüşürdü. Yəni orada İngilis ordusu yox, Osmanlı ilə hələ 1914-19-cu il arasında Fələstin ərazisində döyüşən Hindlilər idi. Osmanlıya qarşı döyüşən. Sonradan yəni elə sözünüzün qüvvəsi olaraq bildirimdə, İkinci Dünya müharibəsinin özündə, İkinci Dünya müharibəsində Yaponlara qarşı da Britaniya ordusunu tamamilə yenə Hindlilər təşkil edirdi. Hindlilərdən ibarət toplanmış ordu Yaponlarla 42-ci ildə, 1942-ci ildə müharibəyə qoşulmuşdu. Düzdür, Yaponlar o zaman böyük üstünlük əldə etmişdilər. Həm Çinin, həm Rusiyanın ərazilərində xeyli dərəcədə irəliləmişdilər. Böyük uğurlar əldə etmişdilər. Sonra Amerika atom silahı atdıqdan sonra orada vəziyyət dəyişdi. Yəni Yaponiyanın o şəkildə məğlub etdilər. Yəni demək istəyirəm ki, əslində Pakistan və Hindistan hər ikisi Britaniyanın müstəmləkəsi idi və Britaniya öz maraqlarını təmin etmək üçün Birinci Dünya müharibəsində də, İkinci Dünya müharibəsində də Hindli əskərlərdən istifadə etmişdi. Sonra 47-ci ildəki BMT yarandıqdan sonra artıq bu müstəmləkələrdən geri çəkilmə zərurəti yarandı. Xüsusilə Böyük Britaniya imperatorluğu zəifləmişdi. Artıq o iqtisadi gücü yox idi ki, həmin o müstəmləkələri saxlasın və özü könüllü olaraq o bölgələrdən çəkilirdi. Biz xatırlayırıq, məsələn, 47-ci ildə İsrail dövləti də Orta Doğuda elan edildi. Məhz 47-ci ildə də Hindistanın, Hindli əhalisinin kompakt yaşadığı ərazilərdə Hindistanın, müsəlman əhalinin kompakt yaşadığı yerdə Pakistan dövlətinin yaradılması ilə bağlı Britaniya bir deklarasiya elan etdi və tərəflər buna uyğun şəkildə dövlətini elan etdi. O zaman üç bölgə o zaman əslində nə Hindistana, nə Pakistana birləşdi. Onlar ayrıca monarxiyalar var idi, orada krallıqlar var idi. Həmin onlardan biri Kəşmir idi. Kəşmir idi, biri Heydərabad, biri səhv etmirəmsə Cummu adlanan bölgə idi. İndi Çinin nəzarət etdiyi ərazidir.
Bu bölgələrdə əslində onlar müsəlmanlar kompakt yaşasa da onlar Pakistanla birləşmək istəmədilər. Onlar Pakistana qoşulmaq istəmədilər 47-ci ildə. Və Pakistan ora ordu çıxarmışdı. Ordu çıxaranda Hindistan ordusu müsəlmanlar tərəfdən döyüşərək çox maraqlıdır ki, o Kəşmirdə müsəlman əhalisi olmağına baxmayaraq onlar hindlilərlə müqavilə bağladılar. Saziş imzaladılar. Pakistana qarşı döyüşdülər. Və çox saylı insan itkisi olub həmin dönəmdə. Məsələn, bəzi qaynaqlar var ki, burada milyonlarla sivil insanın ölməsindən söhbət gedir. Daha doğrusu milyona yaxın belə insanın ölməsindən söhbət gedir. Və o çox dərin bir düşmənçilik yaratdı. Ona baxmayaraq həmin bölgə, o Kəşmir bölgəsi Hindistanın tabeliyində muxtar qurum kimi fəaliyyət göstərirdi. Və Pakistan bundan razılaşmırdı. Pakistan daha çox, məsələn, onu əsas götürürdü ki, bu müsəlman əhali Pakistanla bir yerdə olmalıdır. Və buna görə də ilk toqquşma 1965-ci ildə, yəni 47-ci ildəki döyüşdən sonra 47-də təkcə hindlilərlə deyildi də müharibə. Dediyim kimi, orada həmin o subyektlər ki var idi, müstəqil subyektlər. Onlar özləri də Pakistanla müharibədə iştirak edirdilər. Amma 65-ci ildə çox Hindistan və demək olar ki, Pakistan arasında ağır bir müharibə oldu. O zaman SSR-nin və ABŞ-ın iştirakı ilə Daşkənd deklarasiyası, yəni bu saziş imzalandı. Orada tərəflər arasında sülh əldə edildi. Ondan sonra növbəti müharibə 1971-ci ildə oldu. O müharibədə Pakistan üçün çox ağır keçdi bu müharibə. Təxminən 90 min əskər və mülki əhali arasından Hindistana əsir düşdü. Və bu çox ağır bir məğlubiyyət oldu Pakistan üçün. Bir də sonuncusu 1999-cu ildə oldu bu müharibənin. Qısa müddətli çəkdi. Amma artıq 98-ci ildən etibarən hər iki tərəfin əlində nüvə silahı var idi. Onlar nüvə sınaqlarını həyata keçirmişdilər və bu çəkindirici amil olduğuna görə hər kəs öz yerində qaldı. Ümumiyyətlə, tarixən o bölgədə, məsələn, sizə deyim, istər Birinci Dünya müharibəsi ərəfəsi sonrası, istər İkinci Dünya müharibəsi ərəfəsi, nə zaman fürsət düşübsə orada mütləq müharibə başlayıb. İndi mən bu sadaladıqlarım böyük müharibələrdir. Əslində orada yüzlərlə belə lokal toqquşmalar olubdur. Bəlkə minlərlə. Yəni bu illər ərzində çox saylı toqquşmalar olublar. Demək olar ki, dayanmayıb orada münaqişə. Və bu Hindlilərlə Pakistanlılar arasında böyük bir milli düşmənçilik var. Necə ki, bizim ermənilərlə aramızda daha çox ermənilərdən qaynaqlananda, o bizə qarşı münasibətdə onların sərgilədiyi münasibət necədirsə, o cür bir münasibət əslində Hindistan-Pakistan arasındadır. Həm orada dini ziddiyyət var, həm də Hind millətçiləri indi faktiki olaraq Hindistanın baş naziri Modi özü də Hind millətçisidir. Bu Hind millətçisi kimi də Pakistanda biraz da güclənib, biraz da artıq Amerika ilə də münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldırıb, Avropa ilə çox isti bir strateji əlaqələr qurulubdur. Bunlar Hindistanı müəyyən qədər ruhlandırır ki, artıq həm əhalisinin sayına görə, həm texnoloji imkanlara görə, həm ABŞ-dan və Avropadan dəstəyinə görə o özünü Pakistandan daha üstün, daha güclü sayır. Bir tərəfdən də millətçi ideologiya hakimiyyətdədir. Müsəlman əhalinin hüquqlarına qarşı çox saymazyana bir münasibət var. İndi məsələn, Kəşmirdə əvvəlki vəziyyət deyil. Orada əhali əgər belə götürək ki, 47-ci illə, 1947-ci illə Hindistanla özü yaxınlaşırdısa, amma indi onlar bir qədər də Pakistanın apardığı, çox güman ki, Pakistan və Əfqanistanın apardığı dini təbliğat nəticəsində onlar Hindlilərdən xeyli qopublar.
Xüsusilə də 2019-cu ildə xatırlayırsınızsa, Modi Kəşmirin muxtariyyətini ləğv etdiyi, bu Hindistan Konstitusiyasının 370-ci maddəsində Kəşmirin muxtariyyəti var idi. Onu ləğv edərək mərkəzi hakimiyyətə birləşdirdi. Düzdür, bu həmin anda böyük müharibəyə səbəb olmasa da, xatırlayırsınızsa biz sizlə apardığımız müsahibələrdə buna toxunmuşduq ki, burada müharibə riski çox realdır. Çünki faktiki olaraq Hindistan bir addım atıb, indi Pakistan bu addımın qarşılığında nə edəcəyi, yəni sahədə özünü göstərməlidir. Hansı formada göstərəcək, necə təzahür edəcək, bunu bilmənalı demək çətin idi. Amma indi artıq belə görünür ki, bu gərginlik pik həddə çatıb. İndi müasir müharibənin əslində səbəbi nədir? Elə yeri gəlmişkən qısaca da ona da toxunum. Bu müasir müharibənin səbəbində birinci o din amillərdir. İkinci milli etnik nifrət məsələsidir. Bu da çox ciddi rol oynayır. Üçüncüsü Hindistanın Avropa ilə və Amerika ilə yaxınlaşması və bu yaxınlaşmada xüsusilə Avropaya doğru yeni bir dəhlizdə Hindistandan başlayaraq bu Ərəbistan yarımadasından keçib İsrail ərazisindən keçərək Avropaya ulaşan bir dəhlizdən söhbət gedir. Bu əslində Çinə qarşıdır. Dəhlizi Amerika və Avropa Hindistanla əlaqələri genişləndirərək bir növ Çini bu formada iqtisadi baxımdan daha sıxmaq məqsədi güdübdür. Düzdür, Çin də sakit dayanmadı. Çin də Pakistan vasitəsilə bir dəhliz yaradır. Eyni zamanda bir kəmər, bir yol, bu orta dəhliz məsələsi ki var, bura daha çox diqqət ayırır. Yəni bunlar bir-birindən bir qədər fərqli məsələdir, amma ona vurğu salıram ki, burada gələcək o iqtisadi maraqlar da rol oynayır. Yəni burada o dəhlizlərin əhəmiyyəti, xüsusilə Hindistanın Çinlə rəqabətdə qərb tərəfindən dəstəklənməsi də burada xüsusi bir rol oynayır və təsadüfi deyil ki, Hindistanın arxasında indi Amerika dayanır, Pakistanın arxasında Çin dayanır. Çin də zəif güc deyil. Bunu da nəzərə almaq lazımdır ki, Çin də indi artıq texnologiya baxımından da, ordu baxımından da, xüsusilə həm hava, həm dəniz ordusunun gücünə görə kifayət qədər regionda qüdrətli bir dövlətdir. Bunlar artıq seçimini ediblər. Bunların da müttəfiqləri seçimini edib. Eyni zamanda Rusiyanın bugün başı özünə o qədər qarışıqdır ki, Rusiya bu prosesdə demək olar ki, çox aktiv deyil. Həm də Rusiya nəzərə almaq lazımdır ki, bu Şanxay Əməkdaşlıq Təşkilatında, daha doğrusu BRICS təşkilatında hər iki tərəfi ilə müəyyən o əlaqələri yüksək səviyyədə saxlamağa çalışır. Başqa bir tərəfdən Çinin müttəfiqinə qarşı da o aktiv şəkildə çıxması da real deyil. O da çox ağlabatan deyil. Əgər məsələn Sovet dövründə, Sovet İttifaqı vaxtı Hindistanı bir mənalı dəstəkləyirdisə, Sovet İttifaqı, o zaman Pakistanı ABŞ dəstəkləyirdi. Elə təsadüfi deyil, arasında təxminən bir ay çəkdi nüvə silahının sınaqları. Hindistan nüvə silahına sahib olan kimi Amerika dəstək verdi, Pakistan da nüvə silahına sahib oldu. Yəni o vaxtı artıq o soyuq müharibə dönəmində qütbləşmişdilər. İndi isə vəziyyət dediyim kimi mürəkkəbdir. Artıq burada məsələn 2-ci Dünya müharibəsində olduğundan fərqli olaraq məsələn Bangladeşin, o bölgədə İndoneziyanın, yəni o bölgə dövlətlərinin bütövlükdə hamısının, götürək Əfqanistanın, İranın, bunların hamısının o böyük müharibədə bu və ya digər şəkildə iştirakı ola bilər, hətta Türkiyənin də və bu da açığı hətta konvensional silahlarla olsa belə, Səxavət bəy, indi siz özünüz hərbi ekspertsiz, sahəni çox yaxşı bilirsiniz bu sahəni. Mən sizə deyim ki, bəlkə 3-cü Dünya müharibəsi elə bu ola bilər. Bu qədər yəni təhlükəli bir coğrafiyadır. İndi sual oluna bilər ki, bu reallaşacaqmı? Yəni bu açıq müharibəyə keçəcəkmi? Bununla bağlı birmənalı indi fikir demək çətindir. Əslində hər iki tərəf ordunu toplayır əraziyə. Pakistan xüsusilə qeyd edir ki,
təxminən 36 saat deyirdi. Sonra 24 saat ərzində Hindistan Pakistan üzərinə hücuma keçəcək. Eyni vəziyyəti də Hindistan da eyni düşüncədədir. Çox böyük əslində qüvvələr cəmləşib əraziyə. Məsələ burasındadır ki, dünyada da indi elə bir güc yoxdur ki, bu iki dalaşanı boynundan tutub ayırsın. Yəni indi maraqlar orada o qədər toqquşur ki, sanki bu müharibənin çıxmasında maraqlı olan tərəflər var. Amma dediyim kimi, müharibənin başlanması nə qədər real görünsə də bunu birmənalı proqnoz etmək çətindir. Məsələn, mən hatırlayırsınızsa, Rusiya-Ukrayna müharibəsini birmənalı şəkildə proqnoz edirdim ki, bu mütləq olacaq. Hələ biraz da qabağa gedərək deyirdim ki, bunun olmağı yaxşıdır. Çünki bizim milli marağımıza cavab verirdi. Rusiya-Ukrayna müharibəsi Qarabağ məsələsinin həlli üçün bizim üçün fürsət yaradacaqdır. Mən ona görə onu həm də belə şuuraltı olaraq təkcə bir təhlilçi kimi yox, həm də bir Azərbaycanlı kimi arzulayırdım ki, Rusiyanın başı qarışsın. Elə qüvvə ilə qarışsın ki, orada o qərblə üzdə gəlsin. Məsələn, Qazaxıstanda heç vaxt qərblə üzdə gəlməyəcəkdi. Çinlə üzdə gəldi, Çin onu oradan vurdu, çıxartdı. İnanın ki, Gürcüstanda, Ermənistanda, Azərbaycanda əgər Rusiya o formada hücum etmiş olsaydı, nəinki bizim dadımıza kimsə gələcəkdi. Deyəcəkdilər ki, nə istəyir verin də. Necə ki, Krımı o vaxtı Krımla bağlı Normandiya formatı yaratmışdılar hətta. Yəni, nə etdilər? Fransada, Almaniyada Ukraynaya deyirdi ki, razılaş da Krımla. Yəni, sanki bu Krım elə işğal olunmalıdır. Bizim onda bəxtimiz gətirdi ki, Rusiyanın başı orada qarışdı müharibəyə və o qarışmadan biz istifadə etdik. Və mən həm arzu, həm də bunu proqnoz edə bilirdim. Çünki bu bölgəni daha yaxşı tanıyırıq. Bu bölgədəki geosiyasi maraqların harada uzlaşdığın, harada kəsişdiyin, harada toqquşduğun bilirik. Amma açıq demək lazımdır ki, Hindistan və Pakistan, dediyim kimi, çox böyük dövlətlərdir. Eyni zamanda oradakı geosiyasi maraqlar elə bir formada ziddiyyətlidir ki, birmənalı fikir demək çətindir. O müharibə başlasa, onun sonucu nə ola bilər? Onu dayandırmaq mümkün olarmı? Bu sual çox açıqdır. Ukrayna-Rusiya müharibəsi 3 ildən çoxdur, heç kim dayandıra bilmir. Bir müharibəni başlamaq asandır. Başladınsa bunu dayandırmaq çətindir. Yəni o qan töküləndən sonra, düşmənçilik yeniləndən sonra tərəflər artıq geri çəkilə bilmir. Burada da bu müasir müharibədə indi o su amili də var, təbii su üzərində də bir gərginlik var. Pakistana gələn əsas su qaynağı Hindistan ərazisindən, Kəşmir ərazisindən gəlir. Bu amillər də var. Kəmərlərlə bağlı, dəhlizlərlə bağlı məsələlər var. Başqa bir tərəfdən, məsələn, Çin amma maraqlıdır. Çindəki, bilirsiniz ki, qərb sərmayəsinin böyük əksəriyyəti Hindistana axırdı. Yəni, son illər bu razılaşmalarla, eyni zamanda Avropa İttifaqının da, ABŞ-ın özünün də, xüsusilə Biden administrasiyası bu siyasəti təşviq edirdi. Çindəki olan qərb sərmayəsi, xarici sərmayə daha çox Hindistana doğru gedirdi. Amma indi əgər Hindistan, Pakistanla bir müharibə şəraiti hətta olacaqsa, bu xarici sərmayənin də gəlməyini dayandıracaq. Yaxud oradan qaçıracaq. Çünki heç kəs müharibə olan bölgələrə gəlmək istəməz. Ora sərmayə yatırtmaq istəməz. Bax, məsələn, təxminən belə bir vəziyyətdir. Bir söz var ya, deyirlər, xarici sərmayə çox ürkək olur. Yəni, bir problem görən kimi dərhal qaçmağa meyilli olur. Ona görə də Çin də maraqlıdır. Açığı, Çinin Pakistana ciddi hərbi baxımdan ciddi dəstək verilməsi ilə bağlı da artıq informasiyalar var. Yəni, silah sursatının çatdırılmasından tutmuş digər məsələlərə qədər. Məşin bəy, məsələn, Trump gələndən sonra bildirirdi ki, qısa zamanda müharibəni bitirəcək, amma siz də elə bizlə müsahibədə bildirirdiniz ki, bu mümkün deyildi. Yəni, bir nəfərin bu boyda prosesi yekunlaşdırması inandırıcı deyildi. Və biz açığı dünyada kapitalizmin də, hətta demokratiyanın da bütün qüsurlarının üzə çıxdığı bir zamanı yaşayırıq. Sanki bir dünya həm də bir maraqlı bir keçid mərhələsindədir.
Və amma burada bir məsələ var və məsəl üçün əvvəl dünya bir qütblü idisə, indi artıq və məsələn bir NATO var idi, amma indi artıq sanki dövlətlər böyük təşkilatların tərkibində olmaqdansa qruplaşmalarla, məsələn üçlü, beşli qruplar şəklində olmağa sanki meyllidirlər. İndi məsələn elə bir şey görsənir. Bax, siz bu baş verən prosesləri necə izah edə bilərsiniz? Yəni ümumiyyətlə bax bu dünyada baş verən proseslər hara doğru gedir? Lap deyirlər 3-cü dünya müharibəsidir. 3-cü dünya müharibəsinin olması üçün tərəflərin konkret olaraq seçilməyi lazımdır. Amma biz konkret olaraq tərəflərin kim olduğunu hələ tam aydınlaşdıra bilmirik. Çünki bəzi yerdə bir dövlət biri ilə rəqabətdədir, başqa bir yerdə hansısa formada uzlaşırlar. Bax, bu işin içindən necə çıxacaqlar? Çox haqlısınız. Əlbəttə bu mürəkkəb bir məsələdir. Məsələn, Biden hakimiyyətə gələndə çalışdı ki, dünyada belə bir qütbləşmə yaratsın. Demokratiya bloku, yəni demokratiya sammiti də keçirdi hətta. Düzdür, ora avtoritarları da çağırmışdı. Amma adını hər halda qoymuşdu demokratiya sammiti. Digər tərəfdə isə onun qarşısında avtoritar və diktatura rejimlərini hədəf göstərmişdi. Xatırlayırıqsa, vaxtı NATO'nun sammitində də belə bir tezis ifadə olunmuşdu ki, dünyada qlobal strateji sabitlik üçün əsas qarantiya demokratiyadır, insan haqları. Putin də dərhal ona bildirmişdi ki, yox, demokratiya deyil, qlobal strateji sabitliyin qarantı nüvə silahındır. Yəni ki, sən demokratiyadan danışsan da, mənim əlimdəki güc, yəni bu ideologiya yəni işləmir. Bu ideologiya keçərli deyil. Bu ideologiya ətrafında bloklaşmaq mümkün deyil. Haqlısınız. Yəni mən bilirəm, siz də prosesləri çox dərindən izləyirsiniz, analizlər aparırsınız. Əslində Birinci Dünya müharibəsində də bloklaşma oldu. Belə götürsək, məsələn, o vaxtı daha çox imperiyalar nəyin üzərində qurulmuşdu? Monarxiyalar idi də. Əsas monarxiyalar idi. Məsələn, Osmanlı bir İslam xilafəti idi, amma ittifaqda olduğu Almaniya bir xristiyan ölkəsi idi. Və yaxud da ki, məsələn, belə götürək də, Rusiya ilə Britaniya bir aradaydı. Fransa bir aradaydı. Hər ikisində, hər üçündə krallıqlar var idi. Yəni, respublika quruluşuna keçilməmişdi. İkinci Dünya müharibəsində belə götürsək, sosialist bloku ilə sanki bir kapitalist bir blok arasında, yəni SSR və Almaniya arasında müharibə başlamışdı. Amma faktiki olaraq SSR-nin müttəfiqləri kim idi? Almaniya idi, yenə daha doğrusu Amerika idi, Britaniya idi. Yəni bölgülər müxtəlif olmuşdu. Maraqlar orada o zaman bölünərkən müxtəlif olmuşdu. İndi də belə görünür ki, müxtəlif cəhdlər var. Hələ konkret deyil. Kim kimin yanında olacağı konkret deyil. Cəhdlər var. Hər kəs, məsələn, bir-biri ilə yaxınlaşma istiqamətində işlər aparır. Məsələn, Avropa İttifaqı düzdür, NATO hərbi blok kimi mövcuddur. Amma Avropa İttifaqı öz təhlükəsizliyi üçün Amerikaya çox da güvənmir indi. Çünki bilir ki, Amerika onun təhlükəsizliyinə qarantiya durmaq istəmir. Xüsusilə Avropa üçün bugün əsas təhdid hardan gəlir? Rusiyadan gəlir. Amma Amerika Rusiya ilə Avropaya görə vuruşmaq istəmir. Döyüşmək istəmir. Eyni zamanda, məsələn, götürək Çinlə indi bu saat müttəfiq olan dövlətlərə baxaq, xarakteristik edək. Daha çox müsəlman dövlətləri. Orada məsələn Pakistandır, İrandır. Bu tərəfdən baxsaq elə Türkiyə, Azərbaycan, Orta, Mərkəzi Asiya ölkələri. Bunlar da Çinlə yaxşı münasibətlərdədir. Yəni, burada bir mənalı şəkildə bölgə aparmaq, Səxavət bəy, çox çətindir. Yəni, bunu hələ mən indi araşdırdığım qərb institutları ki var, bu beyin mərkəzləri, bunların özü belə bir mənalı fikir deyə bilmirlər. Burada da müxtəlif baxışlar var, müxtəlif ideoloji yanaşmalar var. Dünyada bir qlobalistlərlə daha çox ulusalçılar da, yəni bunlar arasında bir küresəlçilərlə ulusalçılar arasında bir
bölünmə var. Bunların baxışı var. Bunların tərəfdarı olan təbliğat qruplarının baxışları var. Gələcək dünya nizamını necə görməklə bağlı müxtəlif fikirlər var. Bu, mənə elə gəlir ki, düzdür, sonda masa ətrafında olacaq. Amma hər halda kim güclüdürsə, kim qüdrətlidirsə, əlində böyük resurslar, böyük müttəfiqlər varsa, onlar yeni dünya düzənində həlledici mövqeyə çıxacaqlar. Əvvəl dünyada bu 5, BMT-nin 5 daimi üzvü olan böyük dövlətlər ki var, bunların arasında bölünmüşdü. Hər kəs öz nüfuz dairəsini bilirdi. Öz iqtisadi, siyasi, hərbi maraqların ona uyğun tənzimləyirdi. Amma indi bu görünür ki, o bölgə ortadan qalxacaq. O bölgə ortadan qalxanda ola bilsin ki, hətta o beşliyin içində olanlardan kimlərsə yeni dünya düzənində iştirak etməyəcək. Onlara pay düşməyəcək. Ola bilsin bu Fransa, Rusiya olsun. Çünki Amerika, Çin bunlar çox qüdrətlidir. Eyni zamanda Britaniya özü çox strateji həmlələri var. İstər Çinlə bağlı, istər onun bizim regionla bağlı, Türkistanla bağlı, Afrika ilə bağlı, Orta Doğu ilə bağlı. Ona görə Britaniyanın burada rol alacağı gerçəkliyi var. Avropa olacaq, Avropanın öz təmsilçiliyi olacaq. Ola bilsin bu Almaniyanın timsalında olsun, mümkündür. Türkiyə özü bir regional gücdür. Faktiki olaraq Orta Doğuda indi əsas söz sahibi tədricən Türkiyə olur. Bunu hətta məsələn Amerika prezidenti özü belə onun dediklərindən, yanaşmasından aydın görünür ki, Türkiyənin Orta Doğuda mövqelərinin güclü olmasında maraqlıdır. Yəni bu bölgənin əsas qarantör dövlətindən biri kimi Türkiyəni görür. Həm NATO-da müttəfiqidir, eyni zamanda təkcə NATO-da olmasa belə Türkiyə ciddi bir hərbi gücdür. Bölgədə kifayət qədər nüfuzu var, döyüşkən ordusu var və onun vasitəsilə bölgədəki maraqların daha yaxşı qoruya bilər Amerika. Amerika həmişə güclülərin tərəfində olur. Onların bir seçimi var, çünki özləri güclüdür, zəiflərə çox da rəğbət bəsləmirlər. Düzdür, demokratlar bəzən bəyanatda bunun fərqli tərəfini deyirlər, amma atdıqları addımlar da elə respublikaçıların addımlarından çox da fərqlənmir. Yəni, dünyadakı nizamla bağlı bir mənalı fikir demək hələ çətindir. Qeyri-müəyyənliklər davam edir. Yaxınlaşmalar, bir-biri ilə ziddiyyətlər dərinləşir. Məsələn, bizim bölgəmizin özündə Cənubi Qafqazla bağlı çox yeni çağırışlar var, yeni yanaşmalar var. İndi ümumiyyətlə dünyadakı proseslər çox bir qədər böyük səslənir. Amma bir qədər belə lokal baxsaq, bizim bölgəmizlə bağlı xüsusilə Cənubi Qafqazda açıq görünür ki, Cənubi Qafqazın hər üç dövləti regional əməkdaşlığı sıxlaşdırmağa meyillidir. Bunlar yeni çağırışları ən azı nəzərə almaq zorundadır. Yeni çağırış nədir? Ukraynada qalib gələn Rusiya mütləq üzün tutacaq Cənubi Qafqaza. Çünki Cənubi Qafqazda zaten bunun hələ də təsir imkanları çox güclüdür. Hakimiyyətlərə təsir imkanı var. Xeyli dərəcədə burada özünün hərbi və iqtisadi iştirakı var. Məsələn, Ermənistanda həm hərbi, həm iqtisadi baxımdan əsas dominant gücdür. Gürcüstanda hər an təhlükə yarada bilər. Xəzərdə aparıcı gücdür. Əgər məsələn çox prinsipial bir maraqları əgər toqquşsa, Azərbaycan üçün də problem yarada bilər. Biz düzdür, Türkiyə ilə müttəfiqik, bunu deyirik və s. amma bu Rusiyanı durduracaq qədər güclü deyil. Azərbaycan prezidentinin Çin səfəri bu baxımdan çox əhəmiyyətli oldu. Çünki Çin Rusiyanı neytrallaşdıra biləcək bir gücdür. Və təsadüfi deyil ki, Çin hazırda məsələn Ermənistanla da münasibətləri çox yüksək səviyyə qaldırmağa çalışır. Zaten Gürcüstanla çox yaxşı iqtisadi əlaqələr qurubdur, siyasi əlaqələr var. Azərbaycanın özü ilə də bu əlaqələr dərinləşir. Təsadüfi deyil, məsələn İranın da Azərbaycana baxışının dəyişməsində Çin amilinin rolu var. Ən azı görürlər ki, dünyanın o iki qüdrətli dövlətindən biri, xüsusilə də müasir alternativ enerji sahəsində artıq Çin birinci yerdədir dünyada.
Yəni bu uzay texnologiyası, ümumiyyətlə yeni texnologiya baxımından Çin kifayət qədər qüdrətli bir dövlətə çevrilibdir. Bunun başında duran, dövlətin başında duran Xi Jinping İlham Əliyevə özünün böyük dostu deyir. Yəni bu böyük dostu dediyi adama qarşı indi Rusiyaya İran çox da sabotaj eləyə bilməz. Yəni nəzərə almaq lazımdır. Nəinki özü gedir, hətta məsələn ailə üzvləri, nəvəsi belə Çin lideri ilə rahatlıqla görüşür. Bu əslində o mesajlardır ki, bu bölgədə indiyə qədər məsələn Rusiyanı neytrallaşdırırdıq biz daha çox kimin vasitəsilə? ABŞ-ın vasitəsilə. Yəni əsrin kontraktına baxaq, əsrin kontraktında əsas payçı Britaniya, Amerika vaxt ABŞ idi, Avropa şirkətləri idi. Rusiya vaxtı zəif idi, onlardan çəkinirdi. Rusiya tanıdı, bundan razılaşmalı oldu. İndi məsələn Avropanı heç saya salmır Rusiya. Amerikada isə yeni hakimiyyət Rusiya ilə uzlaşmaq istəyir. Onun strateji maraqları əslində Rusiyanı öz yanına çəkmək təşəbbüsləridir. Təbii ki, mən xatırlayırsınız, bunu demişəm, bu çətin məsələdir. Məsələn, Rusiya Çindən ayrılaraq Amerika ilə yaxınlaşması inandırıcı deyil. Trump indi bir 3 ildən sonra hakimiyyətdən gedəcək. Onun da hakimiyyət müddəti bitir. Yenidən demokratlar gəlsə, yenə Rusiya Amerika ilə əvvəlki ənənəvi düşmənçiliyini aparacaqdır. Bu baxımdan Azərbaycan da və Cənubi Qafqazın digər ölkələri, necə ki biz Çar Rusiyası dağılandan qısa müddət sonra Zaqafqaziya Seymi dağıldı, dövlətlər quruldu və SSR yenə gəldi, Sovet hökuməti gəldi, bu əraziləri tutdu. Eyni ilə indi elə bir vəziyyət yaranıbdır ki, Rusiya-Ukrayna müharibəsində əgər Rusiya biraz əlini gücləndirmiş çıxsa, ən azı belə deyək də, zaten orada böyük bir ərazilərə nəzarət edir. İndi biz nə qədər Ukraynanın tərəfində dayansaq da, Ukraynanın qələbəsini arzulasaq da, reallıq bir başqa şeydir. İndi siz hərbi kimi bunu daha yaxşı bilirsiniz də, sahədə güc Rusiyanın əlindədir hazırda. Yəni, Ukrayna və müttəfiqləri onu vurub çıxara bilmədi. Hətta o şərait belə qalsa, üzünü çevirsə Cənubi Qafqaza, o zaman bizim üçün yeni çağırışlar olacaqdır və bunu önləmək üçün ən yaxşı vasitə Çindir. Çinin burada daha aktiv görünməsi, Azərbaycana sərmayə, Azərbaycana, Gürcüstana və Ermənistana hətta sərmayə yatırması ilə bağlı addımlar atılması, bu əslində Rusiyanı çəkindirəcək amil olacaq. Rusiya artıq bu bölgədə Çinin qarşısında daha aktiv bura müdaxilə imkanını itirəcəkdir. Eyni zamanda Çin özü də buradan bir dividend də götürür. Yeni tərəfdarlar qazanır, tərəfdaşlar qazanır. Mərkəzi Asiya ölkələri zaten buna çox yaxındır. Cənubi Qafqazda da öz üçün dostlar qazanır. Başqa bir tərəfdən Rusiyadan keçən böyük nəqliyyat dəhlizi ki var idi Avropaya gedən. O işləmir, o yol bağlıdır. Rusiya-Ukrayna müharibəsinə görə Avropa tərəfdən bu yol bağlanıb, elə müharibə səbəbindən Ukrayna ərazisindən də bağlanıb. Hətta Qara dənizin özü belə xeyli o istiqamətdə təhlükəli bölgədir. İndi istənilən an müharibənin ora sıçraması imkanı var. Kim ona sərmayə qoyacaq? Məsələn, desən, gəl Odessa limanında gəl nəsə elə ki, Odessa limanı bir gün müharibənin qaynar fazası ola bilər. Hücumlar ola bilir, qarşılıqlı olaraq. Ona görə Rusiyadan yan keçən, eyni zamanda çox da İrana da çox da bağlı olmayan, bu Xəzər vasitəsilə Mərkəzi Asiyadan Azərbaycan, Türkiyə, Gürcüstan, Qara dəniz vasitəsilə Avropaya gedən yol Çin üçün cəlbedicidir. Həm qısadır, həm də təhlükəsiz yoldur. Bu baxımdan yeni çağırışlar var. Yəni, dünya düzənində ona vurgu salmaq istəyirəm ki, İranın da Azərbaycana marağının artmasının kökündə bu amillər var. İran da əslində, yeri gəlmişkən də sual verməsəniz də elə bundan ona keçirəm. İranın özünün də bu yaranmış vəziyyəti onunla bağlıdır ki, proksi qüvvələrini itirib, Orta Doğuda çox ciddi şəkildə bunun proksi qüvvələri zəifləyib. Əvvəllər, məsələn,
qonşularla münasibətdə daha çox diktə siyasəti ilə əgər danışa bilirdisə, indi onu edə bilmir. İranda faktiki iki güc mərkəzi var. Biri mühafizəkarlardır, dini lider, Sepah və onun ətrafında olanlar. Bunların ətrafında siyasi, daha doğrusu hərbi inzibati güc var. Bunların istinad etdiyi əsas qüvvə hərbi inzibati gücdür. Pezeşkiyan isə islahatçıların təmsilçisidir. Bunun arxasında bir tərəfdən etnik milli, digər tərəfdən siyasi güc var. Adam seçicidən dəstək alıbdır. Yəni bu dini şuranın seçdiyi, müəyyənləşdirdiyi şəxs deyil. Bu adama İran seçiciləri gəlib, özdə xeyli gənc nüfus, Azərbaycan türklərinin ağırlıq təşkil etdiyi bir nüfus, ona səs verib əhali. Və bu özündə siyasi güc hiss edir. Və İran rejimi anlayır ki, bugün siyasi gücü tükənib, zəifləyibdir. Daha doğrusu çox yox səviyyəsindədir. Xüsusilə bu Məhsə Əmini hadisəsi ki oldu, İranda gənc qızın ölümü ilə başlayan proseslər. Bu əslində dini rejimə qarşı İranda çox böyük nifrət və qəzəb yaratdı. O bugün də soymayıbdır. Yəni, bəzən deyirlər ki, İrana xarici müdaxilə olsa, İran cəmiyyəti toparlana bilər rejimin ətrafında. Mən buna inanmıram. Açığı bu cəfəng yanaşmadır. İnsanlar bu rejimdən beziblər, qopublar. Çünki alternativləri var. Bu alternativin biri deyil Azərbaycan Cumhuriyyətidir. Biri Türkiyə Cumhuriyyətidir. Belə baxsaq, Mərkəzi Asiyadır, Çin özüdür. Yəni, bunlar artıq onun üçün müəyyən qədər cəlb edicidir. Suriyanın özündəki proseslər. Bunlar göstərdi ki, İranın o proksi qüvvələri zəifləyir, özü isə tədricən xaricdə burnu ovularaq içərisinə doğru gəlir. Onlar belə bir vəziyyətdə Azərbaycanla münasibətləri normallaşdırmağa maraq göstərir. Burada iqtisadi ticarət marağı əgər bir maraqdırsa, mən düşünürəm ki, geosiyasi maraq 2 qat ondan artıqdır. Yəni, İran rejimi başa düşür ki, Azərbaycanla, xüsusilə də İsraillə, Türkiyə ilə, ABŞ-la və Çinlə yaxşı münasibəti olan Azərbaycanla bu zor dilində danışması mərhələsi keçib. İndi onun qarşısında elə hər dəfə səsin qaldırıb, şirin quyruğun və s. tərpədib qorxudacaq Azərbaycan yoxdur. Əksinə, burada geosiyasi maraqlarını həm regional, həm strateji olaraq çox yaxşı tənzimləyən bir Azərbaycan var. Bəy, elə sualı açığı siz görürəm, elə axıcı danışırsınız, ona görə kəsib sual vermək istəmirəm. Elə bir çox suallarımın da artıq cavabını almış oldum, ona görə də əlavə sual verməyəcəm, amma bir maraqlı bir məsələ var Azərbaycanla bağlı. Baxın, deməli, Türk Dövlətlər Təşkilatı burada da sanki mərkəz kimi Azərbaycan götürülür və məsələn, İsrail-Türkiyə münasibətlərinin nizamlanmasında bir vasitəçilik funksiyası Azərbaycanda olduğu ilə bağlı ən azından iddialar var, bu yöndə açıqlamalar var. Bundan başqa, məsələn, Narışkin, səhv eləmirəmsə, Rusiyanın xarici kəşfiyyat rəisi belə bir açıqlama verdi ki, Suriya xüsusi xidmət orqanları ilə Rusiya xüsusi xidmət orqanları Bakıda görüş keçirə bilər. Yəni, sanki Bakı əvvəllər, məsələn, Cənubi Qafqazda siyasi mərkəz kimi Tiflis görsənirdi, amma sanki indi siyasi mərkəz sanki bir Bakı çevrilib, olub, bir siyasi mərkəzə çevrilib. Burada əsas verəcəyim sual nədən ibarətdir? Bu, belə bir siyasi mərkəzin olması, ümumiyyətlə, siz bunu mərkəz kimi görürsünüz, görmürsünüz, bunu da cavabını verirsiniz. Təbii ki, sizin fikriniz mənim üçün maraqlıdır, şəxsən mənim üçün maraqlıdır. Və əsas məsələ, bunun Azərbaycan üçün müsbət tərəfləri nə ola bilər, bunun mənfi cəhəti ola bilərmi Azərbaycan üçün və Azərbaycan bu hansı dividendlər qazandıra bilər? Yaxşı, maraqlı sualdır. Əslində, yaxşı bir strateji təhlil tələb edən sualdır. Əvvəlcədən əgər bu mövzuda danışsaydıq, bu daha yaxşı olardı. İndi yorulan vaxtımıza düşüb, bizim izləyicilərimiz də yəqin ki, yorulublar, amma çalışacağım bunu da öz bilgilərim səviyyəsində izah edim. Azərbaycan, xüsusilə Bakı bir mərkəzə çevrilib artıq. Yəni, bu söz olaraq, arzu olaraq deyil. Həqiqətən də 44 günlük müharibədən sonra, bu Qarabağ müharibəsindən sonra qazanılmış zəfər
Eyni zamanda təkcə bu zəfər yox, həm də aparılan çox uğurlu xarici siyasət Azərbaycan Bakını diqqət mərkəzinə gətirib. Yəni tərəflərin rahat danışa biləcəyi, təhlükəsiz gələ biləcəyi bir müstəqil bir bölgə kimi baxırlar. Yəni Azərbaycan nə Rusiyanın forpostu kimi görünmür, nə Qərbin forpostu kimi görünmür, nə Çinin forpostu kimi görünmür. Bu bir müstəqil subyekt kimi görünür və hər kəs burada gəlib rahat şəkildə danışmaqdan çəkinmir. Ola bilər, məsələn, hətta Amerika-Rusiya arasında, Amerika-Çin arasında hər hansısa bir danışıqlar da Azərbaycanda keçirilə bilər, Bakıda keçirilə bilər. Bu istisna deyil. Əslində bu olub bunlar. Məsələn, hərbi olub, bəli. Rusiya ilə Amerika arasında olub. Bəli. Yəni hərbiçilər arasında da burada görüşlər olubdur. Kəşfiyyat orqanları arasında da olubdur. Ən azı dövlət başçısı özü Ad Universitetində keçirilən diplomatiya forumunda çox maraqlı bir açıqlama verdi ki, biz İsrail və Türkiyə arasında uğurlu bir vasitəçilik etdik Azərbaycan və onun nəticəsində İsrail prezidenti Herzog Ankaraya səfərə getmişdi. Həmin o böhran xeyli yumşalmışdı İsrail və Türkiyə arasında. Çox güman ki, indi də. Çünki Azərbaycan həm İsraillə strateji müttəfiqdir. İsrail-Azərbaycan dostluğu kifayət qədər etibarlı bir dostluqdur. Sınaqdan keçmiş bir dostluqdur. Yəni bizim düzdür, Türkiyə ilə bu məsələdə baxışımızda müəyyən fərqlər var. Türkiyədə daha çox Fələstin məsələsinə görə İsraillə münasibətlərdə bir gərginlik var. Amma Azərbaycan çalışır ki, bu məsələdə elə bir mövqe tutsun ki, o nə Türkiyə ilə münasibətlərə xələl gətirməsin, nə də İsraillə olan dostluq münasibətlərini zədələməsin. İndi təsadüfi deyil ki, İsrailin də baş naziri Azərbaycana gəlir səfər. Özdə bir qədər də uzun müddətli bir səfər olacaq. Yəni bir günlük səfər deyil. İran prezidenti bir gün gəldi, getdi. Türkiyə prezidenti bəzən 2 gün burada səfərdə olur. Amma mən bildiyim qədərilə, xüsusilə İsrail mətbuatının yazdığına görə, İsrail baş nazirinin burada bir neçə gün qalması gözlənilir. Bir neçə gün Azərbaycan kimi kiçik bir yerdə qalma heç də təsadüfi ola bilməz. Görünür ki, burada çox fərqli dövlətlərlə, fərqli güclərlə burada fərqli istiqamətli müzakirələr olacaq. Burada görüşlər olacaq. Ola bilsin mətbuata bu açıqlanmayacaq. Ola bilsin ictimaiyyət bundan xəbər tutmayacaq. Çünki hər görüşlər haqqında elə dərhal məlumat almaq mümkün deyil. Amma hər halda uzun müddətli bir səfər varsa, xüsusilə də nəzərə almaq lazımdır ki, Orta Doğuda, Fələstin-İsrail münasibətlərində, Suriya-İsrail münasibətlərində gərginlik olduğu bir dönəmdə Netanyahunun belə uzun müddətli Azərbaycana səfəri bu heç də təsadüfi bir səfər ola bilməz. Və nəzərə almaq lazımdır ki, Netanyahu həm də Trumpla dostdur. Yəni bu Amerikadan da ciddi dəstəyi olan bir dövlətdən söhbət gedir. İranla ciddi ziddiyyəti var. Düzdür, İranla danışıqlara maraqlı deyil, mən belə görürəm. Çünki İranla danışıqlardan çox İrana zərbə vurmağı həmişə əsas üstün götürür İsrail. Çünki İsrailin əlində o imkanlar var. Müəyyən ərazilərə zərbələr vuraraq İranı zəiflədir və onu məcbur edir, ondan hesablaşsın. O istər Hizbullah liderlərinin öldürülməsi olsun, istər Həmas liderlərinin öldürülməsi olsun, onun proksi qüvvələrinin lap götürək elə Suriyanın özündə Bəşər Əsədin hakimiyyətdən devrilərək Rusiyaya getməsi və s. Bunların hamısında İsrailin rolu var. Çünki İsrail İrandan gələn qüvvələri bombalamışdı, raket ateşinə tutmuşdu. Onlar Bəşər Əsədə kömək eləyə bilməmişdilər. Yəni, bu açıq görünürdü ki, İranı bölgədən vurub çıxarıbdı İsrail. İndi ondan masa arxasında oturub nəyisə danışmaq niyyəti inanmıram ki, çox böyük olsun. Amma əlbəttə burada daha böyük strateji yenə məsələlər ola bilər. O danışıqlar ola bilər. Xüsusilə Türkiyə ilə və Mərkəzi Asiya ölkələri ilə. Bu Abraham sazişi ki var, bu sazişə
Mərkəzi Asiya ölkələrinin qoşulmasını istəyir İsrail. Və bu məsələdə Azərbaycan vasitəçi ola bilər. Azərbaycan bu məsələlərdə ortaq bir birləşdirici dövlət ola bilər. Və çox güman ki, o istiqamətdə müəyyən təşəbbüslər olacaq. Türk Dövlətləri Təşkilatının gələcək taleyi ilə bağlı məsələlər, həm Türkiyə prezidenti bura gələcək, yəni bu da təsadüfi deyil. Yəni bu səfərlər əslində bir-birinə çox yaxın dövrdə nəzərdə tutulur. Ona görə maraqlı səfərlər olacaq. Mən düşünürəm ki, Azərbaycanın indiki geosiyasi şərtlərdə həm Cənubi Qafqazın mərkəz dövlətidir. Artıq Cənubi Qafqazın bütün problemləri Azərbaycanda müzakirə olunur, Azərbaycan vasitəsilə çözülür. Eyni zamanda Mərkəzi Asiyaya açılan bir dövlət kimi. Orada çox təsir imkanları var. Azərbaycan Özbəkistan strateji müttəfiqdir. Hər bir Mərkəzi Asiyanın ən güclü dövləti əgər baxsaq hansıdır? Özbəkistandır. Bu Azərbaycanla strateji müttəfiqdir və kifayət qədər səmimi əlaqələr var. Çox səmimi və bu sürətlə bu münasibətlər dərinləşir. Məsələn, Özbəkistan Azərbaycan mədəniyyətinə meyli, Azərbaycanın Özbəkistana meyli, bura qarşılıqlı investisiyaların qoyulması, bir çox sahələrdə Özbəkistan doğrudan da çox sürətli bir inkişaf da götürüb. Bunu da etiraf eləmək lazımdır. Yəni, Mərkəzi Asiyada Qazaxıstan özü də qüdrətli dövlətdir. Həm resurslar baxımından, həm onun çox zəngin resursları var, həm də elə sənaye sahəsində də kifayət qədər güclü dövlətdir. Və bunlar Azərbaycanla münasibətlər çox yaxşıdır. İndi deyə bilərsiniz bəlkə də ki, Türk Dövlətləri Təşkilatı, bu Şimali Kipr məsələsi, bunlar mən düşünürəm ki, çox da həll edici, narahatlıq doğuracaq məsələ deyil. Burada geosiyasi amillər var. Xüsusilə bunu bilirsiniz, Mərkəzi Asiyanın Çinin və Rusiyanın təsirindən müəyyən qədər çıxmaq, yaxud onları neytrallaşdırmaq üçün Avropa İttifaqı ilə münasibətlərə can atır. Bunu başa düşmək lazımdır. Bundan xüsusi əndişələnməyə ehtiyac yoxdur. Mən elə görürəm. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı faktiki Rusiyanın təşkilatıdır. Faktiki Rusiyanın təşkilatıdır. Amma Rusiya Ukrayna ilə müharibəyə girdi. Ermənistan isə Azərbaycanla müharibəyə girdi. Hər ikisində, məsələn, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını çağırdı ki, gəl buradan mən tərəfdən müharibəyə qoşul. Mərkəzi Asiya ölkələri, həmin bizim o qardaş ölkələr, gəlmədilər. Nəinki onlar, hətta Belarus belə gəlmədi. Belarus belə dedi ki, biz buna qoşula bilmərik. Əslində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında demək olar ki, nə Rusiya tərəfindən, nə də Ermənistan tərəfindən bunlar müharibəyə qoşulmadılar. Yəni, Mərkəzi Asiya ölkələrinin öz gündəliyi var. Bunlar Rusiyanın həmin o hərbi blokunda olsa da, onunla eyni formada davranmır. Eyni zamanda başqa bir tərəfdən, məsələn, bu Kiprin tanınması ilə bağlı məsələyə baxaq. Bunun özündə də Rusiya Ukraynanın ərazi bütövlüyünü tanımışdı. Amma müharibəyə başladı. Çox ağır bir müharibə keçirilir ərazidə. Yəni, bir ərazi bütövlüyünü tanımaq o demək deyil ki, bu tamamilə dostluq münasibətinin qurulmasıdır. Rusiya Gürcüstanın da, yəni müstəqillik əldə edəndə Gürcüstanın da ərazi bütövlüyünü tanımışdı. Amma sonradan ərazisini işğal elədi və ərazisində qondarma bir Abxaziyanı da tanıdı. Ona görə bundan çox da narahat olmaq lazım deyil ki, Mərkəzi Asiya ölkələri Kiprin cənub hissəsinin ayrıca bir subyekt olaraq, yəni dövlət olaraq tanıyır, Şimali Kipri tanımır. Bu, ola bilsin, müəyyən belə münasibətlərdə bir ötəri suallar yarada bilər, amma böhrana çevrilməz. Bunlar, dediyim kimi, geosiyasi maraqlar baxımından atılmalı addımlardır. Mən əminəm ki, Türkiyə rəsmi olaraq bunu anlayır və bu münasibətlər növbəti mərhələdə düzələcək. Bizim ümumən, yəni götürüb belə baxsaq, təhlil etsək, hazırki geosiyasi şərtlər ki var, bu şərtlər daxilində Azərbaycan müəyyən qədər əlverişli bir mövqedədir. Bu mövqenin nə qədər davam etməsi açığı həm bizim aparacağımız siyasətlə bağlıdır, dövlətin rəsmi siyasəti ilə bağlıdır.
həm də bizim ətrafımızda baş verəcək hərbi siyasi proseslərlə bağlıdır. Xüsusilə bu Rusiya-Ukrayna müharibəsinin aqibəti və İran-Amerika münasibətlərinin hansı formada və necə nizamlanacağı yaxud toqquşmaya gətirib çıxaracağı. Bunlarla bağlı məsələlər hələ ki qeyri-müəyyəndir. Ona görə Azərbaycan da bu vəziyyətə uyğun şəkildə həssas siyasətini davam etdirməlidir. Təşəkkür edirəm Nəsrin bəy, vaxt ayırdınız və demək olar ki, dünyanın hər yeri ilə bağlı bəlkə də danışdıq. Yəni bütün münaqişə ocaqları ilə, dünyada baş verən bütün proseslərlə bağlı danışdıq. Çox sağ olun, var olun, minnətdaram ki, vaxt ayırdınız və Mən təşəkkür edirəm. Bu müsahibə alındı. İzləyicilərə təşəkkür edirəm ki, vaxt ayırdılar, bizə baxdılar. Sağ olun, var olun.